Bu videoda bir tortun sadə bir formada necə zövqlə, səbirlə və sevgi ilə hazırlanıb ərsəyə gəlməsini görəcəksiniz. Tort sıvaması mənim üçün sadəcə bəzək deyil, bu səbir, sevgi və xəyal gücünün birləşməsidir. Bəzi xanımlar tort sıvamasında çətinlik çəkirlər. Mən də düzə əvvəllər çətinlik çəkirdim. Demək olar ki, tortu yarım saat, 1 saat ərzində sıvayıb qurtarırdım. Elə olurdu ki, hətta sıvamanı sökürdüm, yenidən, yəni düzgün sıvaya bilmədiyim üçün sıvamanı sökürdüm, yenidən sıvayırdım. Yəni sən də əgər bacarmırsansa, çətindir deyib dayanma, sadəcə öz üzərində işlə. İnşallah ki, sən də bacaracaqsan. Həqiqətən də tortun üzərinə çəkilən hər bir krem xətti, hər əlavə olunan detal öz yerini tapdıqca tort canlanır. Sanki sənə hansısa bir hekayəni danışmağa başlayır. Bəzən tortun üzərinə olunan sadə rənglər belə doğru toxunuşlar çox zərif görünüş yarada bilir. Burada məqsəd yalnız gözəllik deyil, eyni zamanda tortun üzərində gözəl bir harmoniya yaratmaqdır. Rənglərin uyğunluğu, formaların balansı və krem teksturası tortun xarakterini müəyyən edir. Mən hər tortda fərqli bir ruh yaratmağa çalışıram. Bəzən şən, bəzən zərif, bəzən də sadəliyi ilə valeh edən bir görünüş yaratmağa çalışıram. Çünki bu proses mənə sakitlik verir. Çünki tort sıvaması tələskənliyi sevmir. Tort sıvaması səbir sevir. Tort sıvaması sevgi sevir. Yəni tələskənliklə olunan iş həqiqətən də heç bir effekt vermir. Hər detalı vaxt istəyir, hər detalı diqqət istəyir. Elə buna görə də nəticə ortaya çıxanda təkcə bir tort yox, insanın içindən gələn gözəl bir his, gözəl bir əhval-ruhiyyə ortaya çıxmış olur. Əgər sən də tortların arxasında gizlənən bu zəhməti, bu sevgini, bu sənəti hiss edirsənsə, deməli doğru yerdəsən. Bu yol öyrənmək, sınamaq və hər dəfə biraz da yaxşısını etmək yoludur. Belə videoları daha çox izləməyi istəyirsənsə, məni takip etməyi unutma. Takip edib, videolarımı takip edib, bəyənməyi unutmayın. Səhifəmə dəstək olmaq üçün, səhifəmin daha da böyüməsi, daha da çox insanların qarşısına çıxması üçün sizlərdən dəstək gözləyirəm. İnşallah ki, bir bəyənini bizlərə çox görməyin. Düzdür, video biraz uzun ola bilər, amma istədim ki, paylaşım, uzun da olsa paylaşım ki, siz də baxıb nələrsə öyrənə biləsiniz. Sizlərə xoş izləmələr. چهره موجگان سیاه عشق کم کن خدا را به ترس گردش چشم مست تو باز آتشم زد به دادم برس ای پری چهره موجگان سیاه عشق کم کن خدا